emosional ignoru yaşamış uşaqlar, yetkinlər nətərdilər? Bax, deyirlər ki, sonra hər şey varımdır, amma mən heç nə sevindirmir. Mən özümü heç xoşbəxt hiss etmirəm. Yaşamağım mənasız, hələ bil boşdur. Niyə gəlmişəm bu dünyaya? Onsuz da ölüb gedəcəyəm. Yəni orada o qədər bilirsiniz necə var da insan, amma yaşamır. Yaşaya bilmir də. Heç nədən həzz almayan insan axı deyə bilmirik yaşayır bu insan. Özü də deyir ki, mən hələ bil yaşamıram. Hələ bil nə bilim boş, hələ bil avtomatik eləyirəm hər şeyi. Avtomatik işə gedirəm, avtomatik evdə yemək bişirirəm. Bir-birimizdən soruşuruq, necəsən, nə edirsən, dərsin necə oldu, işin necə oldu, nə bilim, nə. Mən nə istəyirəm o insanlar bilmir, deyirlər ki, heç özüm də bilmirəm nə istəyirəm. Həyatdan nə istəyirəm bilmirəm. Nə cür dəyişim istəyirəm həyatda. Yəni bir çox suallara sırf öz şəxsiyyətləri ilə bağlı, arzular, istəklər, hissləri ilə də bağlı, hisslərinə ad qoya bilmirlər dəqiq. Bilmirəm heç nə hiss edirəm deyir. Çoxdandır, insan var ki, deyir, çoxdandır, mən ağlamıram. Ağlamaq gəlirsə də artıq ağlaya bilmirəm. Çünki bastırılır, çünki önəmsizləşdirilib insan, önəmli olmamısan. Sənin üçün ola bilər hər şey eləyiblərim. Yeməyin, içməyin, əyin, başın, müəllimlərin, nə bilim, o cürəbəcür dərnəklər falan, bunlar olub. Amma sənin istəklərin nəzərə alınmayıb. Sən qabağı xörək qoyulub, amma ki, aylarla istədiyin xörək qoyulmayıb qabağına. İstədiyin heç bir şey ola bilər, qabağına heç uzun müddət qoyulmayıb bəlkə. Məsələn, ad gününə filan hədiyyəni istəmirsən, tam başqa bir hədiyyə veriblər. Heç istəmədiyin bir hədiyyəni veriblər. Bunlar hamısı ignordur da, emosional ignor. Sənin duyğuların önəmsizdir. Bugün bir kitabda hələ emosional ignorla bağlı oxuyurdum. Çox maraqlı orada bir fraqment verilir ki, baxın, kənardan çox yaxşı, belə deyim də sizə, möhkəm, necə deyim, alicənab, bir-birlərinə qarşı, belə deyim də, çox mədəni olan, tutalım, valideynlər olub. Ailədə belə baxırsan ki, kənardan hamısı belə deyib ki, nümunəvi bir ailə olublar da, belə deyim. Amma ola bilər ki, öz evladlarına o qədər zərər yetirsinlər ki, amma heç görməsinlər onu, bilməsinlər onu. Bax, məsələn, orada nümunə kitabda necə idi? Deməli, dəniz qırağındadılar. Ata, ana və balaca qız evladları, 6-7 yaşında qız evladıdır. Qız atası ilə hələ bil qumla oynayırlar, neysə orada tikirlər, düzəldirlər də palçıqdan, qumdan bir şeylər eləyirlər orada. Ana da deyir ki, uzaqdan ki, bəsdir atanı yordun, atan da, onun da deməli istirahət günləridir. Qoy biraz gəlsin, özü üçün çimsin, dincəlsin. Biraz bırax, yəni atağı bırax, qoy gəlsin. Dayanın, daha oynamayın. Yəni uşağa göstərir ki, burada nə baş verir. Ata da burada nə edir? Hələ bil ata da, uşaq da dayanırlar, belə baxırlar anaya, heç nə demirlər. Ata gedir hələ bil ananın yanına, uşaq da özü davam edir oynamağa. Burada nə baş verir? Yəni uşağın hələ bil istəyi, ata ilə oynayır da, orada uşaq həzz alır, vaxt keçirdir ata ilə, o önəmsizləşdirilir. Yəni, önəmli deyilsən desən, vacib deyilsən, indi ata ilə oynamasan da olar. Sənin duyğuların, sən burada həzz alırsan, sən də burada istirahət edirsən, dincəlirsən, sən oynayırsan, valideynlə əsas vaxt keçirir uşaq. Yəni, ananı, axı, uşaq daha çox hər zaman görür, hər zaman vaxt keçirir. Ata ilə hər zaman, demək olar, bir çox ailələrdə uşaqlar daha az vaxt keçirdirlər. Və uşaq öyrənir oradakı sənin istəyin önəmli deyil. Sən önəmli deyilsən, sənin istəyin də önəmli deyil. Yəni, burada nə olur? Uşaq başa düşür ki, mən özümə yox, mənə yox demək olar. Yəni, bilirsiniz necə? Bir var səbəb var, bir var tutalım, atanın başı ağrıyır, ata birdən-birə orada xəstələndi, nə bilim, sancılandı, bir şey oldu. Təbii o başqa. Hə? Amma sağlam tərəfi nə olardı? Ana nə eləyərdi orada? Hələ kitabda da belə verilir. Ana görəndə ki,
uşaq hələ bir ata ilə daha çox oynadılar. İndi ana burada darıxır əslində. Əslində atanın diqqətini özünə istəyir əslində. Yəni burada bu baş verir. Ana deyəndə ki, deyə bilər ki, ay nə maraqlıdır, gəl mən də sizə qoşulum, mən də biraz oynayım sizinlə. Hə, ya da ki desin ki, hə, oturaq bir yerdə gəlin, nələr hazırlayaq, eləyək, tutalım da mən burada cürəbəcür yeməklər götürmüşəm, gəlin siz bir yerdə bəzəyin. Yəni ki, özünü də onlara qoşsun. Əslində özünü də onlara qumla oynamağa qoşsa, yəni birləşsin onlarla, atanı uşaqdan ayırmasın, özünü onlara qoşsun. Bu variant daha sağlam variant olardı. Yəni ki, uşağı burada sən göstərmiş olmursan ki, sən önəmsizsən, sənin duyğuların önəmsizdir. Hə, burada emosional ignor baş verir. Yəni sənin emosiyalarını ignor elədik biz. Sənin emosiyalarını biz heçə saydıq. Ya da ki, ana deyəndə ki, atanı yorursan, ata da istirahətdədir, nə bilim, məzuniyyətdədir, hər nədir. Atanı burax, ata gəlsin özü üçün dincəlsin, eləsin. Onun yerinə, yəni ata dayandı, axı baxdı, ata da uşaq da anaya baxdılar. Yəni bunu bir pasiyent, yəni bu kitabda belə yazılıb da, bir pasiyent danışır uşaqlığından bir xatirə kimi. Ailədə necə olub? Ailədə tez-tez onun cürəbəcür şeylər yarımçıq qalıb hər zaman. Başlanılıb və qoyulmayıb ki, doyunca olunsun bu. Doyunca nə ana ilə vaxt keçirib, heç vaxt nə də ata ilə vaxt keçirib. Hər dəfə ya əvvəldə dayandırılıb, ya biraz da hələ belə oynayıb və salam. Ana çox vaxt dayandırıb. Bunu ananın orada narsistik şəxsiyyət kimi göstərirlər. Ana diqqəti özünə istəyir, ana özünə çəkir diqqəti. Bildiniz necə? Hə, deməli burada nə baş verir? Hə, nə baş verir yox. Orada onu dedim nə oldu? Ata getdi. Yəni burada sağlam variant odur ki, başqa variant. Ata desin ki, yox, mənə çox ləzzət edir, mən kef alıram buradan, həzz alıram, uşağımla oynayıram. Yox, dəymə, biz oynayırıq. Birazdan gələcəyik ikimiz də. Məsələn, birazdan ikimiz də gələcəyik. Başa düşdünüz necə? Yəni, ata həmən keçib gedəndə, uşaq da nə hiss edir? Ataya doğrudan mənə maraqlı deyilinmiş ki. Ata doğrudan hələ mənə görə burada, yəni ki, mənə xoş olsun deyə buradaydı. Yəni özü demək ki, həzz almırdı bundan. Yəni burada gör neçə yerdən zədələnir. Atanın deməli diqqəti mənə məcburi idi. Məcbur mənə diqqətini verirdi. İçindən gəlmirdi bu. Onu uşaq görür, atanın yanına uşaq. Ata gedirsə ananın yanına həmən. Və yaxud həm də uşaq görür ki, mənim istəyim, mənim burada mən önəmsizəm də, mən önəmsizəmsə, təbii, mənim duyğularım da önəmsizdir, mənim şəxsiyyətim də önəmsizdir. O qədər də önəmli deyil. Yəni, baxın belə. Yəni, emosional ignor varsa, bu daim var, bu hər gün var, gündə neçə dəfə var. Bildiniz necə? Həmin narsistik valideynlə nətərdir? Məsələn, uşaq hələ bir uşaqlığından deyir ki, mən şahmatı istəyirəm. Hər şey qoyucular onu şahmatdan başqa, məsələn, gitarı da qoyucular, onları da qoyucular. Bir də görəcəksiniz, artıq məktəbi qutarır. Və nə qədər olub da məndə elə pasiyentlər. Artıq 30 neçə yaşındadır, nə bilim, neçə yaşındadır, 20 yaşındadır. Hə, uşaqdan, nə bilim, pianino istəyirdim, uşaqdan, nə bilim, gitar istəyirdim, nə bilim, üzgüçlü istəyirdim, nə bilim, nə istəyirdim. Nələrə gedib, qoyublar. Amma məhz uşağın istədiyinə heç vaxt qoymayıblar. Özdə heç vaxt. Heç vaxt. Yəni, nə də ignor, sənin istəyin önəmsizdir, heç bir əhəmiyyəti yoxdur bizim üçün.